Ərbəin günləridir. İmam Hüseyn əleyhissalamın Kərbəlasında milyonlarla insan, ağanın aşiqləri var ki, İmam Hüseyn əleyhissalamı ziyarət edirlər. Orada milyonlarla insan İmam Hüseyn əleyhissalamı ziyarət edir. Amma milyonlarla da insan özləri orada olmasalar da ürəkləri oradadır. Kaş orada olaydıq. Kaş o zəvvarların içərisində biz də ağanın zairi olardıq. İmam Hüseyn əleyhissalamın Kərbəlasını yaxından yaxına biz də ziyarət eləyərdik. Bu bir dənə arzudur. فَيَا لَيْتَنَا كُنَّا مَعَكُمْ فَنَفُوزَ فَوْزًا عَظِيمًا. Kaş biz də sizinlə olaydıq və o əzəmətli feyzə ki çatmışsınız, biz də çataydıq o feyzə. İmam Hüseyn əleyhissalam özü bir yoldur, özü bir məktəbdir və biz o yolla getməyə çalışırıq. İmam Hüseyn əleyhissalamın haqq olduğunu bilirik, haqq olduğunu görürük və haqqına əməl etməyi Allah bizə nəsib eləsin ki, İmam Hüseyn əleyhissalamın bizim üzərimizdə haqqı çox böyükdir. O haqqa biz riayət eləyə bilək. Milyonlarla insan gedir, bəzən sual verirlər ki, niyə görə İmam Hüseyn əleyhissalamın ziyarətinə gedirlər? Bilirsiniz, ziyarət əslində məqsəddir. Ziyarət əslində hədəfdir. Ziyarət əslində bəhanə deyil. Ki, gedim ziyarət eləyim, hacət alım. Ziyarət əslində hacət üçün deyil, ziyarət ehtiyacdır. Bəzən sual verirlər ziyarətə gedənlərə ki, gedib ağadan nə istəyəcəksən? Gedib ağanın vasitəsilə Allahdan nə istəyəcəksən? O da deyir, filan hacətlərim var, onu istəyəcəm. Bəli, gözəl. Amma İmam Hüseyn əleyhissalamı hacətə vasitə gətirmək nə dərəcədə doğrudur? İmam Hüseyn əleyhissalam ziyarəti hədəfdir. Mən getmirəm ki, hacət alım, gedirəm ehtiyacımı təmin edeyim. Məsələn, bir insan yolda görüşürsən, ondan sual verirsən ki, hara gedirsən, deyir filan kəsin görüşünə. O dəqiqə insanın zehninə bir sual gəlir ki, nə işin var ondan, nə alacaqsan, nə verəcəksən, nə istəməyə gedirsən ondan, nə almağa gedirsən ondan. Amma adam deyəndə ki, mən gedirəm atamın ziyarətinə, ona bu sualları vermirlər ki, niyə gedirsən? Atanın ziyarətinə gedən adama sual verərlər ki, niyə gedirsən atıvı görməyə, atıvın görüşünə, ya yaşlı anavın görüşünə, niyə görə gedirsən? Adam deyəndə ki, mən gedirəm yaşlı atamın, anamın görüşünə, da qarşı tərəf sual verməz, niyə gedirsən, nə istəyəcəksən ondan? Burada hamımız bilirik ki, bu görüş məqsəddir. Ən ali məqsəd budur. İmam Hüseyn əleyhissalamın ziyarəti mənəvi atanla görüş deməkdir. Ziyarətə gedənlərə sual verməyin ki, niyə gedirsiniz? Məgər hacətləri var, yox, ehtiyacları var gedir. Vallah billahi İmam Hüseynin ziyarətinə gedənlərə baxın, ehtiyacları var gedirlər. Nəyə ehtiyacları var İmam Hüseynə? Gedəcəklər orada bir xidmət göstərib İmam Hüseyn əleyhissalamın yanında dua da eləyəcəklər Allahdan. O ikinci məsələdir. Bilirsiniz nəyə bənzəyir? Elə bir iki qardaş, iki dost bir-birlərlə görüşürlər ki, gəl bir görüşək, çay içək. Burada məqsəd görüşdür, çay içmək deyil. Çay içmək bir bəhanədir. Məqsəd görüşdür. Bir də var ki, əksinə ola. Məqsəd elə çay içmək ola. Görüş yox. Burada adam fikirləşər ki, biz elə bir görüş ki, ən ali hədəfdir, bunu gətirdik aşağı. Bu olmaz. Ziyarət insanın ziyarət etdiyi ilə, sevdiyi ilə, məşuqu ilə görüşüdür. Aşiq əgər məşuqunun görüşünə gedirsə, deməzlər ki, nəyə görə gedirsən? Aşiqi görüşə aparan onun eşqidir. Aşiqi görüşə aparan eşqin tələbidir. Aşiqi görüşə aparan eşqin yaratdığı ehtiyacdır. İnsanda aşiqlik bir dənə ehtiyac yaradır ki, o insanın içərisinə ki, ruhuna ki doldu, insanda ehtiyaclılıq yaradacaq. Necə susuzluluq yarananda insanın suya ehtiyacı yaranır, insanın da içərisində bir eşqi yarananda,
Başlayacaq ehtiyac yaranmağa. O ehtiyac nə ehtiyacı olacaq? Görüş ehtiyacı. Durum gedim ondan bir görüşüm. İndi ortada çay olursa olsun, hacət olursa olsun, onun məsələyə dəxli yoxdur. O olacaq lap yaxşı, olmayacaq yenə yaxşı. Əsas odur ki, biz görüş eləyək, ziyarət eləyək bir-birimizi. Dinimizin ziyarətə təkidi nə boyda böyükdür. O ki, sual verirlər, bu ziyarət hardandır, bu ziyarət hardan qalıb? Bu ziyarət birbaşa insanın ehtiyacıdır. Biz Quran-ı Kərimin ayələrini axtarmayaq, hədisləri axtarmayaq. Hərçənd ki, orada nə qədər ayələrdə, hədislərdə, mətnlərdə tapmaq olar nəqli dəlil kimi. Amma biz məsələyə fitrət cəhətindən baxaq. Psixoloji cəhətdən baxaq ki, insanın qardaş sevdiyinə ehtiyacı var, getsin görüşsün. Əgər sevən sevdiyinin görüşünə can atmırsa, həvəsli deyilsə, sual yaranar onun eşqi üçün ki, bu nə cür eşqdir ki, heç sən həvəs göstərmirsən getməyə. Yəni artıq məsələ tamam başqa cürdür. Görürsən, Yusuf əleyhissalamın filminə hamımız baxmışıq, görmüşük, bilirik ki, orada ən möhtəşəm səhnə görüş səhnəsidir. Aşıqlə məşuqun görüş səhnəsidir. Həzrəti Yusuflə Həzrəti Yaqubun görüş səhnəsidir. O səhnə demək olar ki, hər bir şey öz yerində, amma o səhnə tamam ayrı. O səhnənin gözəlliyi ki, aşıq məşuqu ilə necə görüşür? Uzaqdan bir nəfər gəlir, illərdir. Atasından, anasından uzaq düşüb bir nəfər, indi gəlir. Evdə gəlib atasına, anasına görüşənə qədər, yolda nə qədər adamla gəlir, görüşür. Hamısı üçün də maraqlı budur ki, görəsən bu axırda atası ilə, anası ilə necə görüşəcək? Necə olacaq? Hamı ona baxır ki, burada əsl aşiqlə məşuq görəsən necə görüşəcək? Bunlar ata bala, ana bala, bunların görüşü tamamilə xariqul adədir. Bunların görüşü baxımlıdır, bunların görüşü əzəmətlidir. Bilirsiniz niyə görə Kərbəla ziyarəti, Ərbəin ziyarəti bu qədər gözəldir, bu qədər əzəmətlidir? Çünki aşiqlə məşuqun görüşü həmişə şirin olur. Aşiqlə məşuqun ziyarəti həmişə baxımlı olur. Ata-bala ziyarəti, ata-ana ziyarəti, bunlar hamısı möhtəşəm olur. Çünki burada saf sevgidən söhbət gedir. Burada təmənnasız sevgidən söhbət gedir. Burada sevən nəyəsə görə sevmir. Mən səni sevirəm, gəlmişəm ziyarəti və mənə nəsə verəsən, mən səni hacətimə bəhanə eləmirəm. Hacətlərimi bəhanə eləyirəm, gəlirəm sənin görüşüvə. Bunlar ayrı-ayrı şeylərdir. Ona görə deyir, İmam Hüseyin əleyhissalamın böyüklər ziyarətinə gedəndə deyirlər, mən ağadan nə istəyim? Cabir gəldi İmam Hüseyin əleyhissalamın ziyarətinə. Hey səsləndi Hüseyin, hey səsləndi Hüseyin. Gördü, cavab gəlmir. Axırda dedi, Həbibun la yucibu Həbibə. Sevimli də sevimlisinə cavab verməz. Sonra deyir, öz-özünə dedi, Cabir, sən nə danışırsan? Hüseynin başı bədənindədir ki, sənə cavab versin. Sən nə istəyirsən Həzrəti Əbəlfəzlidən? Qolları, əlləri bədəndədir ki, sənə nəsə versin. Yəni, adam onlardan nəsə istəməyə də xəcalət çəkir.